Ermənistanda hakimiyyətlə kilsə arasındakı qarşıdurma yeni, daha sərt mərhələyə keçib. Sosial şəbəkələrdə, xüsusilə yeni yaradılmış Telegram kanalında Erməni Apostol kilsəsinin yüksək rütbəli din xadimlərinin birinin intim xarakterli videosunun yayımlanması ölkəni silkələyib. Eçmiadzin Patriarxlığının baş katibliyinin rəhbəri arxiyepiskop Arşak Xaçatryan yayılan görüntülərə münasibət bildirərək videonun saxta olduğunu və bunun Paşinyan hakimiyyətinin siyasi təbliğat hoqqabazlığı olduğunu söyləyib. Və deyib ki, bu hakim siyasi güvənin təbliğat aparatının bayağı hoqqabazlığıdır. Mənim adımı bu prosesə qatmaq siyasi sifarişdir. Enerjinizi qoruyun, cənablar. Məsuliyyət anı gələcək və o an sizin arxa tərəfiniz tam görünəcək. Xaçatryan hesab edir ki, hökumət kilsəni susturmaq üçün şantaja və kompromat savaşına keçib. Ermənistanın ombudsmanı Anait Manasyan da məsələyə qarışıb və şəxsi həyatın məxfiliyinin pozulması ilə bağlı dövlət orqanlarını təcili araşdırma aparmağa çağırıb. Şəxsi məlumatların qanunsuz yolla toplanması və yayılması həm konstitusiyon hüquqların, həm də fundamental insan azadlıqlarının pozulmasıdır. Bu cür hərəkətlər hüquqi məsuliyyət doğurur. Ombudsman son günlər gizli çəkiliş və dinləmələrin sistemli şəkildə media ötürülməsinin tezliklə təhlükəli tendensiya olacağını bildirib.